Paltaryanla bağlı bu günlərdə bir dənə məlumat paylaşacağım. Axıra qədər baxın. Bu bütün paltaryanlara keçərlidir. O qədər bu haqda sual gəlir. Daha boğaza yığılmışam bu sualdan. Bunu bağlayağın gəlin bir dəfəlik. Bu videoya 1 milyon baxış gəlir və bütün ölkə bunu bilir və biz qurtarırıq bu məsələni. Düzdür? Düzdür. Axıra qədər baxın. Heç olmasa yorumda bir dənə sağ ol yazın. Sual nədir? Yorumlarda hamı yazır ki, ay üstə biz paltaryanı necə təmizləyək? Necə eləyək ki, içi təmiz olsun? Hər bir paltaryanın Atiska Baraban proqramı yoxdur. Bu özəl paltaryanlar var, bəzi modellər var, onlarda var, amma heç bir çoxunda yoxdur. Atiska Baraban özünü yuma proqramı yoxdur. Məsələn, bu paltaryanda var, baxın. Gördünüz, Atiska Barabana qoydun, start verdin, özünü yudu. Ay yaxşı, indi bu köhnə modellərdə yoxdur. Bunlar necə yusun özünü proqramı? Bu da nə deməkdir? Siz nə edirsiniz? Axıra qədər baxın, bir dənə sağ ol yazın, heç olmasa. Heç olmasa o sağ olu yazın, bu qədər video çəkirəm sizə. Təmirlə də bağlı kimin nə sualı var, yaza bilər yorumlarda. Baxın, axıra qədər diqqətlə baxın. Əgər sizin paltaryanda Atiska Baraban özünü yuma proqramı yoxsa, içini necə təmizləyir? Sadə bir şey, baxın. Yandırırsınız, pambıq rejimi seçirsiniz, 90 dərəcəyə qaldırırsınız, 95. İçinə bir paçkanın yarısı limon duzu, bir stəkanda alma sirkəsi, alma, armud, fövxə yoxa, alma. Tökürsünüz buradan. Düzdür, tökdün, startı basırsan, başlayır yumağa. Yəni ki, paltaryanında Atiska Baraban proqramı yoxsa bunu elə. Bunu 2 dəfə dalbadal da eləyə bilərsən, onda daha qəşəng, tərtəmiz, içindəki zirzibil gedəcək. Atiska bunu öz eləyir. Amma sizdə Atiska proqramı yoxdursa, Liboy paltaryana bunu eləyə bilərsən. Bosch, Siemens, LG, Midea, Samsung, nə bilim, Fusion, Bosch, hər də ağlıma gələn modeldir. Bax, tanımırsan, deyirsən bunda yoxdur. Mən dediyimi elə. Baxın, bir də göstərirəm. Pambığı seçirsən, dərəcəni 95-ə qaldırırsan. İndi bir dənə sual gələcək. Ay usta, bizdə 95 yoxdur. Bütün paltaryanlarda 95 var. Necə yoxdur? Yorumda yazın da. Xahiş edirəm yazın ki, məndə yoxdur. Mən əsəbləşim. Xahiş edirəm yorumda yazın ki, məndə paltaryanda 95 yoxdur. Əsəbləşim də. Modelini yaz, deyən yoxdur. Mən sənə sübut edim ki, var. Hər bir paltaryanda 95 dərəcə var. Sonra deyirsən ki, çox danışdın. Ay usta, biz sənə axıra qədər qulaq asmadık, mətləbə keç. Və məni əsəbləşdirsən axı sən. Yaxşı oldu, özünüzə yaxşı baxın, təminlə bağlı. Kimin nə sualı var, yaza bilər. Yorumda da bir dənə sağ ol yazın ki, bu 1 milyon eləyək ki, bu ölkədə Bakıda yaşayanlar hamısı görsün, rayonlara da gelib çatar yəqin ki, dalğası.